Hey guys, bu günləri buraxılış imtahanı haqqında danışacağıq. Və ilk öncə özümü təqdim etmək istəyirəm. Adım Zəhradır. Keçən illər buraxılış imtahanı vermişəm və oradan ingilisdən 100 bal yığmışam və təbii ki bilirik ki, 100 bal yığmaq o qədər asan bir iş deyil və bunun üçün də bəzi yolları bilmək lazımdır. Və bu gün də mən onları sizinlə paylaşmaq istəyirəm. Bilirik ki, bu imtahanda bizə qrammatika, dinləmə, reading və essay lazımdır. Və ilk öncə listening haqqında danışmaq istəyirəm, çünki bir çox insanın əziyyət çəkdiyi hissə budur. Mənim hansı məlumatlara nisbət etmişəm onu deyim. Ən birinci uşaqlar, yəni hər gün çalışın ki, listening edin. Yəni hər gün 2 dəfə listening qulaq assaz, yəni bir listening 2 dəfə qulaq assaz 4 dəqiqə. Çox böyük bir yəni zaman itkisi deyil. Ona görə də hər gün listeningə qulaq asmağa çalışın. Yəni deyə bilərsiniz ki, axı mənim ingiliscəm, yəni daha doğrusu mənim listeningim çox zəifdir, heç nə anlamıram, yəni qulaq asmasına başa düşmürəm, lazım deyil hər gün qulaq asma, yəni tənbel edə bilərsiniz, amma bunu eləməyin. Çünki heç kimin ingilis stresi və yaxud dinləməsi ilk öncədən yaxşı olmur. Bunun üçün sizə praktika lazımdır. Və əgər siz bunu praktik edərsəz, hər gün davamlı olaraq bu işi görsəz, o zaman çox gözəl bir nəticə ola bilər. Yəni mən özüm də heç bir şey bilmirdim ingilislə, həmçinin dinləmədən. Və ilk başda onu dinlədiyim zaman çox qorxmuşdum. Çünki heç nə başa düşmürdüm. Amma zaman keçdikcə hər gün dinlədiyim zaman gördüm ki, artıq mən nələrsə başa düşə bilirəm. Və bir nüansı toxunum ki, sözləri öyrəndiyi zaman onların tələffüzlərinə diqqət yetirin. Çünki dinləmədə bizə tələffüz önəmlidir və sözləri düzgün tələffüz şəklində öyrənməyə çalışın. Hər gün 4 dəqiqə dinləməyə, məsələn, boş zamanlarınızda çay içərkən və yaxud da ki, hazırdan gəldiyiniz o bəzi istirahət etdiyiniz zamanları o zaman dinləyə bilər. Yatmamışdan əvvəl, diş fırçalayanda, yəni bütün boş vaxtlarınızda, yəni o cüzi məsələn vaxt olsa, 5 dəqiqə də olsa o zaman dinləsəz, çox gözəl bir nəticə ola bilər. Və deyək ki, 3 ay siz bu şəkildə dinləyirsiniz hər gün. Ola bilsin, hazırda mənim sizə ingilis dinləmələri orada dinləyirsiniz, amma ki, həmişə dediyim bir söz var. Yəni, əlavə çalışma, istədiğiniz nəticəni əldə edə bilməzsiniz. Ona görə çalışın ki, yəni, hansı bir fəndə oxuyursunuzsa, hazırdan əlavədə sınavlar işləməyə çalışın, nələrsə öz üzərində işləyin. Və yaxud da ki, məsələn, YouTube-da müəllimlər dərslər paylaşır, onlara baxın. Yəni, çox həqiqətən, indi imtahan üzrə yaxındır, mən çox sizə məsəl görürəm ki, həm sınağı işləyin, həm də ki, o YouTube-da canlılar açılır, onlara da baxın. Məsələn, Natiq müəllim var, Azərbaycan dilində, ingilis dili içində canlılar açılır, onlara baxın. Çox gözəl, çox faydalı ola bilirlər. Yəni, əlavə hər zaman özünə işləməyə çalışın. Və dinləməni artıq deyək ki, 3 ay siz belə hər gün qulaq asırsınız. 3 aydan sonra dinlədiyiniz o dinləməni, məsələn, nəsə orada deyək ki, hansı delfi mətnidir, onu orada disə deyir və ondan başlayın qeydlər aparmağa. Onsuz da ki, dinləmə imtahanında bizə qeydlər aparmaq lazım gələcək. Və siz 3 ay bu hər gün belə məşq etdiyi zaman, hər gün dinləmə dinlədiyiniz zaman, yəni istər-istəməz sizin dinləmənizdə bir dəyişiklik, bir inkişaf olacaq. Çünki siz həm söz öyrənirsiniz sonra, çünki ingilis dilində söz öyrənmək vacibdir, həm söz öyrənirsiniz. Onların tərəflərinə diqqət etmək şərti ilə. Həm də dinləməni burada qulaq asırsınız və getdikcə görürsünüz, aha, mən dinləməm artıq inkişaf edib sözləri anlaya bilirəm, başa düşə bilirəm və bir müddət sonra da başlayın o qulaq asız dinləmələri qeydlər aparmağa çalışın. Yəni demirəm orada sınaq işləyin, bu şəkildə demirəm. Məsələn, bir dinləməyə qulaq asırsınız və orada başa düşdüklərinizi, məsələn, Apple sözünü başa düşdünüz, yazın aşağı, nə bilim, hər hansı başqa bir sözü başa düşdünüz, onu qeyd alın. Və bu şəkildə qeyd aldıqca sizin artıq imtahanda onsuz da siz qeyd almalısınız. O bacarıq sizin inkişaf etməyə başlayır. Yəni heç bir sınaq işləmədən sadəcə qeyd alırsınız və artıq sizin imtahanda yəni lazım gələn bacarığı inkişaf etdirmiş olursunuz. Və bir neçə müddətdən sonra da başlayın o topluları işləməyə, yəni sınavlar işləməyə, artıq suallara başlayırsınız, yəni real imtahana aid olan mətnləri işləməyə, sualları işləməyə, listinglərə qulaq asmağa ki, yəni artıq orada olan sualları cavablansın. Və buna qədər bu iki yolu eləməyiniz çox vacibdir və çox gözəl yollar. Yəni hər gün 4 dəqiqə böyük bir zaman itkisi deyil. Yəni bunu mütləq eləməlisiniz. Və digər nüans yəni digər reading hissəsini toxunmamışdan əvvəl mən söz öyrənmək barəsində biraz danışmaq istəyirəm. Çünki bir çox uşağın əziyyət çəkdiyi hissə söz öyrənməkdir və həmçinin mənim çox əziyyət çəkdiyim bir hissə olub. Yəni bunu da vurğulayım ki, mən ingiliscə özüm öyrənmişəm. Yəni buraxılmış imtahana hazırlıq etmişəm. Amma danışıq hissəsini, yəni kanalda baxa bilərsiniz ki, ingiliscə sərbəst danışa bilirəm və danışıq hissəsini öz-özümə öyrənmişəm və inşallah yəni gələn videolarda bu haqqında danışacağam. Yəni burada bəzi notlar toxunmaq istəyirəm. Yəni söz öyrənmə çoxumuz çətinlik çəkirik və bəziləri söz öyrəndiyi zaman sözü məsələn bir çox təkrar edir və məsələn Apple sözünü 5-10 dəfə Apple deməklə yadda saxlayır. Yəni belə öyrənirdim. Amma bu çox ürək sıxıcı və insana həqiqətən yoran bir yoldur. Daha gözəl bir üsul cümlədə işlətməkdir sözü. Məsələn deyək ki, Apple sözü öyrənirsiniz və onu cümlədə işlədin. Yəni cümlənin strukturunun düzgün olması və yaxud tələffüzün düzgün olmasına fokuslamayın. Sadəcə sizin yəni diqqətinizi ona verin ki, o sözü cümlədə işlədin. Çünki sözü cümlədə işlətdiyiniz zaman həm sizin danışıq bacarığınızı inkişaf edir,
həm o sözün tələffüzünü yaxşı yadında saxlamış olursunuz, bu ki, sizə dinləmədə çox böyük bir kömək olacaq. Həm də artıq siz yəni özünüzü ingiliscə ifadə etməyə başlayırsınız. Əgər sən fokus olsan ki, ay da mən düzgün tələffüz eləmirəm, cümləni düzgün qurmuram, o zaman sən heç bir şey alınmayacaq. Yəni bunu başa düşün ki, heç bir işin başlanğıcı mükəmməl deyil, səhvsiz deyil, səhv edəcəksiniz. Yəni bu hallar mümkün olan hallardır və buna görə də özünüzü qorxutmayın qəti şəkildə. Sadəcə öyrəndiyiniz sözü cümlədə işlədin və o cümlə işlətdiyiniz zaman artıq onun tələffüzünü yaxşı biləcəksiniz və cümlə işlətdiyiniz zaman yadınızda daha uzun müddətli qalacaq. Nəinki bir sözü 1000 dəfə deməklə və yaxud da 1000 dəfə yazmaqla. Onu o şəkildə daha gözəl yadında saxlaya bilərsiniz. Mən bu yolla öyrəndim və bu yol mənə ingilis danışmaq kimi oldu. Yəni mənim ətrafımda ingilis danışan insanlar yox idi. Özüm vardım sadəcə və özüm ingilis danışa bilməyi bilmirdim. Amma bu cümlədə sözləri işlətmək yolu mənə həqiqətən çox böyük bir kömək oldu. Və hər də bu yolu mən davam etdirirəm, hər də öyrəndiyim sözləri cümlədə hər zaman işlədirəm. Və bu yolun gözəl bir hissələrindən biri odur ki, siz cümlədə işlətdiyiniz zaman hər hansı bir sözü, məsələn bir cümlə qurmaq istəyirsiniz və o cümlədə hər hansı sözləri bilmirsiniz. Onu məsələn translate-lə baxırsınız və siz bir söz öyrəndiyiniz zaman 2-3 dənə söz əlavə öyrənirsiniz. Niyə? Çünki bilmədiyi söz ola bilər, o qarşıya çıxa bilər və sırf o cümləni qurasınız deyə əlavə söz öyrənmiş ola bilirsiniz və sizin lüğət bazınız getdikcə daha da genişlənir. Yəni bir söz əvəzinə, yəni bir söz öyrənirsiniz, 5 dənə söz onun yanında öyrənirsiniz və daha da yəni geniş bir lüğətiniz ola bilər qısa bir müddət ərzində. Ona görə də sözləri cümləyə qurmaq şəklində öyrənin. Bu belə. Yəni keçək indi reading hissəsinə. Yəni reading hissəsinə keçək. Burada qarşımda keçən buraxılmış imtahanın readingi var. Yəni burada çox qeydlər bəlkə də çox rahat görsənmir. Amma bu həmin o keçənki readingdir. Özüm də yəni bu il 1-ci kursam və İngilis müəllimini oxuyuram. Amma hələ də məsələn burada reading istifadə etmə yolları universitetdə qarşı mətnə çıxdığı zaman istifadə edirəm. Ona görə sizlə bunu paylaşmaq istəyirəm. Yəni başda. Məsələn mən də bunu oxuyuram və siz də buradan yəni anlaya bilərsiniz hansı yollardan bəhs edirəm. Məsələn başlasam ilk cümləni oxumağa ki, The Qutb Minar, one of the tallest minars in Asia, is situated in Delhi, India. Bu cümləni oxudun. Bilirsən ki, bu dil sənin dilin deyil də. Və bunu öz beynində tərcümə elə. Məsələn, cümləni oxudun, yəni başa düşdün də. Amma öz beynində bunu tərcümə etsən ki, aha, deməli Qutb Minar çox yəni uzun bir minarədir və Asiyada yerləşir, Delhidə yerləşir və s. Bu məlumatı özün üçün tərcümə elə Azərbaycanda beynində və artıq birinci cümlə artıq məndə hazırdır. Sonra növbət cümləni oxuyursan və onu da bu şəkildə tərcümə edirsən beynində. Və iki cümləni də oxudun, bitirdin. Bu cümlə məsələn ki, aha, tamam, Qutb Minarı çox uzundur, Delhidə yerləşir və s. Və növbət cümlə bizə deyir ki, it is the also tallest tower of India and it is largely made of redstone. Bu ikinci cümlə biz bildik ki, bu bina deməli qırmızı daşlardan düzəlib. Və ikinci cümlə sən yeni bir məlumat öyrəndin və artıq beni təkrarlayırsan ki, aha, deməli bu Hindistanda yerləşən bir binadır, qırmızı daşlardan düzəldilib, uzun bir Asiyanın ən uzun yəni minarələrindən, bilmirəm tam olaraq minarədir yoxsa yox, yəni minar yazılıb, yəni deyək ki, minarlarından biridir. Yəni bu məlumatları beynin tərcümə edirsən Azərbaycan dilinə və belə uzun-uzunu xülasəsini yəni yadına saxlamaya çalışırsan və belə abzası bitirirsən. Artıq abzası bitirdikdən sonra da həmin abzasın xülasəsini beynində deyirsən və bu səyahdaşında daha yaxşı qalacaq. Və bəzən deyirlər ki, 2 dəfə oxumaq da yaxşıdır. Amma məncə 2 dəfə oxumaq əvəzinə bu yol daha yadda qalan olur və sözləri, cümlələri daha yaxşı yaddaşınıza yazmış olursunuz ki, sonra sualları daha rahat işləyə bilirsiniz. 2 dəfə oxumaq da ola bilsin, gözəl bir üsuldur, amma məncə bu üsul daha yaxşıdır. Ona görə də bu üsulu sizə yəni tövsiyə edirəm və bütün mətni oxuyub bitirdikdən sonra da mətnin xülasəsini beyninizdə özünüz deyirsiniz. Yəni 18 dəfə oxusanız da eyni vaxt sərf edəcəksiniz. Bu şəkildə oxusanız eyni vaxt gələcək. Yəni bu öz seçiminizə bağlıdır, amma mən bu üsulu şəxsən daha yəni gözəl olduğunu düşünürəm. Həmçinin Azərbaycan mətnlərini də verirdim və yəni Azərbaycan mətnlərində sadəcə bir səhvim var idi, 29 düzüm var idi. Yəni bu üsul mənə çox qəşəng bir üsuldur da. Və bir də sual haqqında danışmaq istəyirəm. Deməli, bəzən uşaqlar bütün sualları oxuyurlar, mətni oxumamışdan əvvəl. Bu gözəl bir üsuldur. Amma hər bir sual üçün yox. Məsələn, burada var ki, sinonim tapmaq sualı var. Məsələn, burada əla. Sən məsələn oxuya bilərsən ki, məsələn bu sözün sinonimi hansı söz ola bilər, bunu yadına saxlaya bilərsən. Və yaxud da ki, definitionlar da ola bilər. Cümlə tamamlamaq da ola bilər ki, sən bu sualı yadına saxlayırsan və mətni oxuya-oxuya bunları cavab tapmağa çalışırsan. Bu ola bilər. Amma bundan digər suallar var, məsələn, var, true, false sualları var. Bəzi uşaqlar true, false sualında məsələn oxuyurlar həmin sualda. Çalışırlar ki, burada elə bir ki, məsələn, turunu axtarmaya çalışırlar və bütün variantları oxuyurlar. Mətni oxuyanda da çalışırlar ki, o variantlarla üstünə baxım görün bu düz yox səhv. O belə etdiyiniz zaman beyniniz qarışacaq. Ona görə də yəni sinonim məsələsinə, definition falan baxa bilərsiniz, amma true, false-a baxmayın. Yəni true, false-u mətni onsuz da yaxşı oxuyandan sonra siz true, false-u cavab tapa biləcəksiniz rahat bir şəkildə.
Sadəcə digər o 3 nüanslara toxunun, o sinonim və sənələrinə. Amma true false baxıb öz başınızı qarışdırmayın və əlbəttə yenə də mətnin öhdəsində yaxşı gəlmək üçün söz bilmək lazımdır və özünüzü qorxutmayın. Yəni mətn sualına cavablanır, o da çətin məsələ deyil və sinonim hissəsini təbii ki, sinonim öyrənməlisiniz. Mən Günara Mudovna öyrəndim, orada sinonimlər var idi. Yəni PDF-lər var. Onlardan da bunu öyrənə bilərsiniz. Yəni bu şəkildə. Yəni belə. Mətn haqqında çox da belə uzun bir detallar yoxdur məncə. Əgər sizin də hər hansı məlumatınız varsa mətn haqqında bölüşə bilərsiniz kommentlərdə. Yəni bir-birimizə belə şəkildə yardım edə bilərik. Və esse hissəsinin haqqında danışaq. Bir çox uşağın həqiqətən qorxduğu, əziyyət çəkdiyi və deyəsən 2 ildir esse var da, yəni bizim imtahanlarımızda, amma bu da yenə çox qorxulu bir məsələ deyil. Yəni bunu da sizə burada da yazdığım esse var. Burada görünürmü? Burada belə bir esse yazmışdım imtahanda və bunun haqqında danışmaq istəyirəm. Və uşaqlar, bilirik ki, esse 3 hissədən ibarətdir. Giriş hissəsindən, əsas hissədən və nəticə hissədən. Və giriş hissəsinə başlamaq üçün it's a fact that, yəni bu bir faktor ki, everybody knows, hər kəs bildiyi kimi bu cür tipli, yəni bir sözlərdən istifadə edirik və bu həqiqətən də çox yaxşıdır ki, yəni bu sözlər var. Çünki onlar bizim mətni yaratmağa kömək olurlar həqiqətən də. Və deyək ki, siz, məsələn, mənə düşmüşdü tarix adları haqqında mətn. Mən burada it's a fact ilə başlamışım. Yəni bu bir faktor ki, cümləsini başlamışım. Yəni siz girişə başlayanda hər kəsin bildiyi bir məlumatla başlayırsınız. Yəni hər bir kəsin bildiyi, yəni balaca bir uşağın belə bildiyi məlumatla başlayırsınız ki, sonra artıq əsas hissədə daha çətin, daha belə qəliz ola bilsin və mürəkkəb cümlələr istifadə edə bilərsiniz və yaxud da ki, öz yaşınıza uyğun daha belə maraqlı informasiyalar yaza bilərsiniz əsas hissəyə. Nəticədə necə olacaq? Nəticədə bizim məsələn əsər result var, so var. Mən so-yu da artıq istifadə etdim. Burada da so istifadə etmişəm. Və burada isə əsas hissədə isə siz artıq o daha doğrusu nəticədə isə əsas hissədən çıxarılmış ideyanı, yəni orada əsasını mən oxudum, nə başa düşdüm əsas hissədən. Onu elə bil ki, qısa bir cümlə formasını və ya 2 cümlə formasını yazırsınız və bitirirsiniz. İndi mən sizə öz nümunəmdən, yəni öz yazdığım əsəri demək istəyirəm. Yazmışam ki, it's a fact that historical monuments are one of the most important things for countries. Yəni, tarixi abidələr ölkələr üçün ən önəmli nüanslardan biridir və bu, hər kəsin bildiyi bir faktor. Yəni, həqiqətən tarixi abidələr bizim çox önəmlidir. Bax, əslində mən nə yazmışam? Yazmışam ki, we can learn a lot of things from them. For instance, you can get knowledge about country story. Məsələn belə. Mən artıq dedim ki, girişdə bu bizim üçün çox önəmlidir. Əsas isə mən o dediyim girişə dediyim cümlənin niyə bu bizim üçün önəmlidir? Niyə biz bu abidələrə belə önəmli bir nüanslara baxırıq ölkəmiz üçün? Çünki biz onlardan ölkənin tarixi haqqında hansısa biliklər əldə edə bilərik. Gördüyünüz kimi uşaqlar, girişdə verdiyim cümləni, nəticə, daha doğrusu girişdə yazdığım cümləni əsas hissədə niyəsini izah edirəm. Niyə bu mənim üçün önəmlidir? Və bu artıq niyəni izah edirəm. Gördüyünüz kimi, birinci yazın girişdə cümləni və sonra əsas hissədə isə onun niyəsini izah edirsən. Sonra da yazmışam ki, məsələn, bir çox cümlə yazmışam. Sonra yazmışam ki, so historical monuments are really crucial for every country. Yəni, bu şəkildə bir cümlə yazmışam. Yəni, sonra deyirəm ki, əslində, birinci cümlənin son cümləmi bənzəyir, amma, yəni də bunları istifadə etmək, yəni oxşar cümlələri də məndə istifadə etmək olar. Çünki burada yəni bunu səhv götürməyiblər. Yəni, tam eyni cümlə deyirlər, amma o daşıdıqları fikir eynidir də. Yəni, burada demişəm ki, tarixi abidələr həqiqətən də ölkələr üçün önəmlidir. Yəni, hər bir ölkə üçün önəmlidir. Və bu son cümləmdə mənim əsasda artıq danışmışam axı, niyə məhz bu önəmlidir və s. kimi danışmışam axı. Sonra deyirəm ki, yəni beləliklə bunlar bizim üçün çox önəmlidirlər, yəni. Mən elə bil ki, əsasda danışdığımın ideyasını, yəni oradan başa düşdüyüm əsas fikri sonda nəticə kimi yazmışam. Ola bilsiniz, məsələn, fərqli bir cümlə kimi yaza bilərsiniz. Mənim orada ağlıma bu cümlə gəlib. Yəni, birinci cümləyə oxşar olsa belə, yəni də məncə bu düzgün bir fikirdir. Çünki bu cümlə nəticə hissədə çıxarılmış bir nəticədir. Yəni, orada olan niyələrdə mən gördüm ki, bunlar bizim üçün çox önəmli bir ünsürlərdir, tarixi abidələr. Yəni, bu şəkildə sadəcə sizin uşaqlar giriş hissədə hansı sözlərə başlamağınızı bilmək lazımdır. Əsas hissədə, məsələn, but, also, because daha çox istifadə oluna bilər. Bu tipli sözlərdən istifadə etsəz, yəni cümlələri daha yaxşı görsənər. Sonra ki, yəni everybody knows tipli, yəni so kimi sözlərdən istifadə etsəz, gözəl bir esse ortaya çıxa bilər. Yəni çalışmayın çətin sözlərdən istifadə etsəz, belə akademik sözlərdən, yəni normal, sadə sözlərdən istifadə etsəz də çox gözəl bir mətn ortaya çıxar. Məsələn, mənim bu mətn belə çox adi, belə hamının bilə biləcəyi, asan cümlələrdən, asan sözlərdən də mürəkkəb cümlələr belə məndə yoxdur demək olar ki. Yəni belə.
deməyin ki, ayda mən əgər belə asan sözdən istifadə etsəm, hamı bir sözdən istifadə etsəm, bu düzgün olmayacaq. Xeyr, yəni sən asan bir sözdən istifadə etsən, amma mənalı bir mətn ortaya çıxartsan, struktur əsasında o düzgün olsa, əla olacaq. Yəni çalışın ki, cümlə qurduğunuz zaman o zamanlara fikir verin. Yəni burada onsuz çox zaman istifadə etmək lazım deyil, amma yenə də istifadə etsəz, o keçmiş zamanda olan hadisələri yaza bilərsiniz, orada keçmiş zamana fikir verin. Yəni bu hadisələrə, yəni bu məqamlara fikir vermək lazımdır. Yəni bəzi qaydalara da fikir vermək lazımdır. Yəni bu şəkildə. Yəni bu o qədər də yəni həqiqətən qorxulacaq bir məqam deyil. Sadəcə uşaqlar bilmək dediyim kimi hər zaman əlavə işləmək lazımdır. Və deyək ki, siz hazırlıqda 2 dəfə hazırlığınız olur və hazırlıq müəllimi sizə 2 dəfə deyək ki, esse yazın. Bu yaxşı, əla. Amma dediyim kimi əlavə həqiqətən çox önəm daşıyır özünüzə əlavə işləmək. Siz evə gəldiniz, 6 bazar biraz vaxtınız var da deyək. 30 dəqiqə heç olmasın. 30 dəqiqə bir seçmədə çox uzun bir vaxtdır. Onlar üçün 20 dəqiqə təbii sən vəriş alınca o zaman azalır bu esse, yəni xərclədiyiniz zaman. Amma 30 dəqiqə biraz çoxdur. Amma yəni əgər sizin digər fənləriniz yaxşı olursa 30 dəqiqə o qədər böyük bir məsələ olmaz. Amma yəni çalışın ki, bunu 15 dəqiqə heç olmasa olsun. Ən çoxu deyək 20 dəqiqə, 30 dəqiqə biraz vaxt tikisdir məncə. Yəni 6 bazar məsələn və ya haçansa bekarsınızsa, həmin gün həftədə bir dəfə müəllimənin istədiyi esse-dən əlavə bir esse yazın. Oturun, məsələn, öz esse bazarınızda işləməyə çalışın. Və siz artıq deyək, həftədə 3 dəfə esse yazırsınız və sizin esseləriniz görəcəksiniz ki, düzəlir. Artıq daha özü yaxşı ifadə etməyə başlamışsınız. Ona görə də əlavə də bir esse yazmağa çalışın hər həftə öz üzərinizdə. Yəni çalışın. O şəkildə gözəl nəticə əldə edə bilərsiniz. Yəni belə. Bu da bizim essemiz və qrammatik hissəsi haqqında danışım. Qrammatik hissəsində danışıq belə çox bir məsələ yoxdur. Çünki qrammatika əzbərə dayanıq bir şeydir və çalışın ki, düzgün müəllim seçim edin. Yəni əgər sizin müəlliminiz sizin suallarınıza aydın bir şəkildə cavab verirsə, yəni sizin səhvlərinizi izah edirsə gözəl bir şəkildə, burada yəni qaydada bir narahat olunacaq bir məqam olmayacaq. Sadəcə qaydanı bir dəfə yaxşı əzbərləyin, yaxşı öyrənin həqiqətən, amma əzbərləyin yox. Qaydana başa düşün. Bilmədiyiniz sualları müəlliminizə deyin və yaxud da ki YouTube-da falan da baxmaq olar. Mən ən çox əzbərimdən anlayırdım deyə YouTube-a baxmırdım. Amma YouTube-da da çox qəşəng müəllimlər ola bilər. Onlardan da dinləyə bilərsiniz, onların da fikirlərinə baxa bilərsiniz. Və o şəkildə. Və qrammatika içində onsuz sizin praktik etməyiniz lazımdır. Və çalışın ki, hər dəfə öyrəndiyiniz məsələn qrammatikanı başlayın əlavə nəsə bir test işləyin. Müəlliminiz də sizə test verəcək əlbəttə ki, amma çalışın ki, hətta əgər 11-ci sinifsinizsə, 9-cu sinif buraxılışına gedirsinizsə, sizin üçün daha önəmlidir, yəni əlavə işləmək. Ona görə çalışın ki, əlavə işləyin. Müəlliminizin sizə verdiyi tapşırıqlardan da heç həftədə 30 dənə tapşırıq edin öz yəni çətin çəkdiyiniz bir mövzu haqqında və ya təkrar olaraq hər mövzudan 5-5 götürün, 30 dənə bir mix test edin. Hətta mix testlər və onlardan işləyə bilərsiniz. Yəni o şəkildə əlavə çalışın qrammatika üzərinə. Əgər qrammatika zəifə tək yolu, yəni əlavə işləmək, çoxu suallara cavab tapmaq olacaqdır. Və belə. Yəni imtahan da az qalıb uşaqlar. İnşallah 9 aprel imtahandır. Desin 9 aprel. Yox, 9 aprel, 9 mart. Bəli. Biz 3 mart, sizin 9 mart səhvlənirəmsə. Yəni narahat olmayın uşaqlar. Həqiqətən əgər yetərli çalışmısınızsa, özünüzə inanırsınızsa, qorxmayın. Yəni çalışan uşağın qorxmayına ehtiyac yoxdur. Təbii həyəcan olacaq, normal bir haldır. Amma çalışın ki, çox da özünü belə həyəcana salmayın. Çünki onsuz üniversitəyə girəndən sonra da imtahanlar olacaq. Semestr imtahanı və sair kimi imtahanlar var. Yəni o həyəcanı biraz semestr imtahanlarında saxlayın da. Yəni bütün həyəcanı bu imtahanlara verməyin. Yəni yaxşı da öyrənmisiniz, təkrarınızı eləyin, sözləri təkrarlayın əsassə, qrammatikanı biraz təkrarlayın, sonra başında sınaq işləyin. Mən ancaq keçən sınaq işlədim, yəni demək olar ki, təkrar edin biraz, ondan sonra sınaq. Yəni sınaqlarınızı işləyin. Yəni belə. Nə var? Nə sınaq var, hamısını işləyin. Özü qorxuya salmayın. İmtahana getməmişdən əvvəl, məsələn, imtahana getməmişdən əvvəl biraz mahnıya falan qulaq asım getdim. Çünki insan özünü rahat hiss edir. İstəməzsən imtahana getməmişdən əvvəl sirasət hiss elətdirə biləcək bir şey edə bilərsiniz ki, imtahana çox həyəcanlanmayasınız. Həyəcanlanmayın. Yəni biraz həyəcanlana bilərsən, amma qorxmayın. Əgər sən hər şey öyrənmisənsə, özünə əminsənsə, qorxmaya ehtiyac yoxdur. Yaxşı olacaq. Özünüzə güvənin. Dünyanın sonu deyil uşaqlar. Tamammı? Yəni dünyanın sonu deyil, rahat olun. Hər şey yaxşı olacaq. Yəni narahat olmayın. Yetərini çalışmısınızsa, ən yaxşı sənəmisinizsə, qorxmayın. Sınaq işləyin, bol-bol. Özünüzə güvənin. İmtahandan bir günə biraz istirahət edin. Mən deyəsən istirahət eləməmişdim. amma siz eləyin məncə. Yəni yaxşı ola bilər. Amma yəni deyəsən mən ancaq sınaq işləmişdim. Yəni sınaq artıq o qədər işləmişdim ki, mənə yorucu gəlmirdi. Mənə çox rahat gəlirdi də. İndi o insana dəyişən bir haldır. Və belə. Hamı uğurlar uşaqlar. Yəni əgər videomu bəyənirsinizsə, bəyənin. Kanala da yəni məncə abunə olun. Çünki daha maraqlı videolar gələcək. Ona görə də hamınıza yəni uğurlar. Sağ olun uşaqlar.